Rusiyada Azərbaycanlılara qarşı geniş miqyaslı əməliyyat tədbirləri həyata keçirilib, ilkin məlumata görə 2 qardaş öldürülüb, çox sayda insan saxlanılıb, yaralılar var. İlkin məlumata görə əməliyyatın məqsədi 24 il əvvəl kafelərdən birində törədilmiş qətl hadisəsi olub. Hadisənin bəzi təfərrüatları da məlumdur. Həm hadisə şahidləri, həm də mətbuat bu barədə yazır. Məlumata görə, deməli, əməliyyatları Rusiyanın Federal Təhlükəsizlik Xidməti həyata keçirib. Öldürülən şəxslərin qardaşı da bu barədə açıqlama verib. Deməli, onun dediyinə görə ötən gün, yəni iyunun 27-sində Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Bakir və Hüseyin Səfərovların evinə basqın edib. Bu barədə Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib. 2 qardaşımı da işgəncə ilə öldürüblər. 25 il bundan əvvəl olan naməlum cinayət hadisələrinə görə kütləvi həbslər başlayıb. 2 qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər, ailəni, evdə yaşayan insanlara kütləvi həbs ediblər, qardaşlarımı da işgəncə ilə öldürüblər deyə Seyfəddin Hüseynli bu barədə açıqlama verib. APA'nın əldə etdiyi məlumata görə Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində əməliyyat keçirib, nəticədə 2 nəfər öldürülüb. Ötən gün saat 5 radələrində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan Rusiya vətəndaşları əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. Onların mənzillərə basqını zamanı Ziyəddin və Hüseyin Səfərov qardaşları qətlə yetirilib. Döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir. Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir hadisəyə görə, qətl hadisəsinə görə keçirilib. Hadisə ilə bağlı Rusiya mətbuatı da məlumatlar yayır. Bəzi məlumatlara görə əməliyyatlar nəticəsində 50 nəfərdən çox şəxs saxlanılıb. Onlar Lenin küçəsi 17 ünvanında yerləşən polis idarələrinə aparıblar. Onları tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənirlər. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib deyə hadisə şahidləri mətbuata bu barədə belə məlumat verib. Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib. Qeyd edək ki, qətlə yetirilən Səfərov qardaşları tanınmış ədəbiyyatşünas 525-ci qəzetinin baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır. APA'nın yaydığı digər məlumata görə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin Azərbaycanlı Səfərovlar ailəsinin yaşadıkları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb. Saxlanılanlar hamısı qardaş və əmi oğullarıdır. Məlumata görə hazırda 2 nəfər vəziyyəti ağır olduğu üçün xəstəxanada saxlanılır, digər 9 nəfər isə polisdədir. Saxlanılanlar hamısı Rusiya vətəndaşı olan Azərbaycanlılardır. Əməliyyat zamanı qətlə yetirilən 2 qardaşlardan biri Hüseyin Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Səfərov qardaşlarının cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi bildirilir. Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən Kaspi restoranı onlara məxsus olub. Rəsmi təsdiqlənməyən məlumata görə Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunus adlı şəxsin qətl hadisəsi olub.